İyulda Qəzzaya zərbələr nəticəsində 150-dən çox fələstinli həlak olub. Bu, ilin əvvəlindən bəri qeydə alınan ən yüksək aylıq göstəricidir. Bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. BMT mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyir, səhiyyə müəssisələrinin qorunmasının vacibliyinə diqqət çəkir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatına görə həftə sonu Qəzzaya hava zərbələri, artilleriya hücumları davam etdirilib. Nəticədə uşaqlar və digər mülki şəxslər də daxil olmaqla onlarla insan həlak olub. Əl-Əqsa xəstəxanasının yaxınlığına endirilən zərbə müəssisəyə bitişik tibbi ambara ziyan vurub. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hücum nəticəsində onların çatdırdığı həyati əhəmiyyətli tibbi ləvazimatların bir hissəsi məhv olub. Xəstəxana binasına da qismən ziyan dəyib. Əl-Əqsa şəhidləri xəstəxanasının həkimləri hava zərbələrinin müəssisənin işinə ciddi təsir etdiyini bildirirlər. İsrail ordusu Əl-Əqsa şəhidləri xəstəxanasına qarşı şiddətli hücum həyata keçirdi. Gecə saatlarında xəstəxananın tibbi ləvazimatlarının saxlandığı ambar hədəfə alındı və tamamilə dağıdıldı. Xəstələr və yaralılar arasında təşviş yarandı. Biz bunu Qəzza zolağında xəstəxana infrastrukturunun məhv edilməsi hesab edirik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Qəzzada tibbi ləvazimat ehtiyatları sürətlə azalır. Bildirilir ki, insulin, ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan dərmanlar, diaqnostik avadanlıqlar və infeksiyaların qarşısının alınması üçün zəruri vasitələrin çatışmazlığı səhiyyə xidmətlərinin fəaliyyətini çətinləşdirir. BMT səhiyyə müəssisələrinin hərbi əməliyyatların hədəfinə çevrilməsinin qəbul edilməz olduğunu bildirir. Amin Həsənli, Nigar Etibar, ASTV Xəbər.